Dikişlerimizi davamlaştırımız vatandaş. Mavzudun burun evvelçi İslam bugün 2022 yıl 7. ayının 7. günü vatandaşı. Bundaq sorun köp uçurmaydı. Amerika, Angliya birleşip Cungo Kompartiyasiga agahlandırış berdi. Mavzulu haber 7. ayının 7. günü ben bir torbitir ilan kılındı haber. Bundaq başladı. Angliya Hərbi Axbarat 5. Başqarmasının başlığı bilen Amerika Federal Təşriş İdarəsinin başlığı 7. ayının 6. günü ait ciddi birleşme notuq sözləb Cungo təhdidi doğrusu da agahlandırış berdi. İki rəhbər mındaq görsətdi. İki nəfər əməldar mındaq görsətdi. Cungo Kompartiyası dəl-hazır devlet katlamıda şirketlerine ve şəxslərine partiya bilen həmkarlaşıb Amerika Angliya şirketlerinin texnikisini oğurlap rekabet üstünlüğünü kolgu keltirişki mecburlamakta. Amerika Birleşme Agentliği haber kılıp mındaq görsətdi. 7. ayının 6. günü Angliya Hərbi İstihbarat 5. Başqarmanın başlığı ve Amerika Federal Təşriş İdarəsinin başlığı. Mesela 5. Başqarmanın başlığı Angliya Ken McCallum. Federal Təşriş İdarəsinin Amerika Federal Təşriş İdarəsinin başlığı Christopher Wray. 5. Başqarmanın London ştabı da birleşme notuq sözləş fəaliyyəti özgücüb, soda sahası ve ilim-fən sahası rəhbərlərə söhbət bayan qılıb. Cungo Kompartiyasının Amerika Angliyaga selivatqan təhdidinin gün sayın eğirlişvatqanlığı doğrusu da agahlandırış berdi. Bu hem Angliya Amerika işki devlet istihbarat organlarının yuqur dərcilik rəhbərlərinin tüncü qıtım oxşaş səhnədə birləşmə notuq sözləş fəaliyyəti ötkəzgənligi bulub hesablanıdır. İki rəhbər Amerika Angliya ittifaqını gəvləndirib durub bundaq dedi. Sözlügen notqımız intayin zor ortaq xarışqa enek signal. Yani Cungo Kompartiyası doğrusu da enek signal bergellikimizdir. Amerika Qoşmuş Ştatları Federal Təşriş İdarəsi başlığı Christopher Wray növbət tikən süreçlerini aşkarlap Beijing dairlerinin iqtisadi casusluq faaliyetleri ve hakkır işiltiş faaliyetleri hem de Cungo hükümetinin taşqarı dünyada özüge Cungo hükümetige yani Cungo hükümetige karşı siyasi faaliyet elip bervatkan siyasi faaliyetçilerini bastırış kılmışlarını hareketlerini eyüplep mındaq görsətdi. Christopher Wray Federal Təşriş. Cungo Kompartiyası taşqarı dünyada özü karşı siyasi faaliyetçilerin faaliyetlerine zərbi bir işini eyüplep durup mındaq görsətdi. Bizning iqtisadımızga ve devlet bexatarligimizga uzun müddetlik tehdit paydo qiluvchi Cungo Kompartiya hukumatida izchil shunday qarab keldik. Mening bu yerda biz deb so'zlayotganim Angliya ve Amerikadir. Hem de Avropa İttifaqini ve başka joylardagi do'stlarimizni o'z ichiga oladi. Angliya Hərbi İstihbarat 5. Başqarma başlığı Ken McCallum mundaq görsətdi. İstihbarat idarəmiz Cungonu təşvirişini bir həssi köpəytdi. Növbətdə 2018 yılı selişdirganda 7 həssi köpəytdi. Yanımı köpəytişini, təşvirişini planlavatımız. Bugün muhakimeye hürmetli vatandaşlar, keyin birleştirip bir muhakeme kılmış.